Gəl elə indi nə deyirsən onu da eləyək. Kökündən darmadağın eləyək hər şeyi. Dağıdaq, sökək, ya da bomba qoyub partladaq. Susursan. Heç qoyursan adam ağzını açsın? Ağzını açıb nə deyəcəksən axı? Bir ətrafına nəzər sal. Ora bax. İndi ora bax. Yəni deyirsən, salavat körüb hər şeyi alt üst eləyək, hə? Sən məsələni qəlizləşdirirsən. Sənlə danışmaq çətin məsələ. Sən olaydın mənim yerimdə. Onda baxardım halına. Bir balaca da olsa heç başa düşürsən bura nə qədər zəhmət qoyulub? Az çox qiyməti olan şeylərə həmişə çox zəhmət qoyulur. Amma bu o demək deyir ki, köhnənin ətəyindən yapışıb təzəni yaxın buraxmayasın. Mərhaba. Ancaq onu da bil, təzəni o vaxt yaxın buraxırlar ki, köhnə daha lazım olmaya, cəmaata xeyir verməyə. Yəni bunu da başa düşmürsən?